O, Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin qucağında böyüyən, Reyhanım deyib qoxladığı ilk nəvəsi idi. Əlində bir ümmətin taleyi, qarşısında isə hazır gözləyən ordusu varkən, o sadəcə müsəlman qanı tökülməsin deyə xilafətdən və taxt tacdan vaz keçdi. Bugün sadəcə bir imamın deyil, İslam tarixinin ən böyük fədakarlıq və sülh dastanını, Həzrəti Həsən əleyhissalamın həyatını vərəqləyirik. Hazırsınızsa, qılıncların sustuğu, ədalətin və səbrin danışdığı o tarixə birlikdə baxaq. Nübüvvət ocağında böyüyən nəvə. Miladi 625-ci ildə, hicrətin 3-cü ilində, Mədinənin nur saçan evlərinin birində Həzrəti Əli əleyhissalam və Həzrəti Fatimə radiyallahu anhanın ocağında bir uşaq dünyaya göz açdı. Bu körpə Allah Rəsulu sallallahu aleyhi və səlləmin ilk nəvəsi idi. Peyğəmbərimiz sevinc içində gələrək körpənin adını soruşduqda, Həzrəti Əli ona hərb, yəni müharibə adını vermək istədiyini öyrəndi. Lakin sülh və mərhəmət elçisi olan Rəsulullah, xeyr, onun adı Həsəndir deyərək, İslam tarixinə səs salacaq bu gözəl adı ona bəxş etdi. Həzrəti Həsən radiyallahu anhunun uşaqlığı birbaşa nübüvvət bulağından sul içərək keçdi. O, Allah Rəsulunun dizinin dibində, bəzən isə mübarək çiyinlərində böyüdü. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm namaz qılarkən səcdəyə getdikdə, balaca Həsən onun belinə çıxar, Rəsulullah isə nəvəsinin xətirinə səcdəsini uzun edərdi ki, uşaq özü düşsün. Bir dəfə Peyğəmbərimiz onu çiynində daşıyarkən bir nəfər, "Nə gözəl miniyin var, ey uşaq," dedikdə, Rəsulullah cavab vermişdi, "Binicisi də nə gözəldir." Allah Rəsulu onu və qardaşı Həzrəti Hüseyni qucağına alar, onları qoxlayar və belə buyurardı: "Bunlar mənim dünyadakı iki reyhanımdır." Lakin onun haqqında buyurduğu bir hədis var idi ki, bu Həzrəti Həsənin gələcəkdə oynayacağı tarixi rolun müjdəsi idi. Peyğəmbərimiz minbərdə oturarkən nəvəsinə baxıb buyurmuşdu: "Bu mənim bu oğlum Seyyiddir, ulu və şərəflidir. Ümid edirəm ki, Allah onun vasitəsilə müsəlmanların iki böyük qrupunu barışdıracaq." Həzrəti Həsən radiyallahu anhunun uşaqlıq illəri sadəcə sevgi ilə deyil, həm də uca bir tərbiyə ilə yoğrulurdu. O, babasının əxlaqını, atasının şəcayətini və anasının vəfasını özündə birləşdirərək böyüyürdü. O, elə bir ocağın yetirməsi idi ki, orada sadəcə elm deyil, həm də fədakarlıq və insanlara qarşı sonsuz mərhəmət öyrədilirdi. Bu illər gələcəyin sülh memarının təməllərinin atıldığı mübarək illər idi. Sülhün memarı, ümmətin birliyi üçün fədakarlıq. Hicrətin 40-cı ilində Həzrəti Əli əleyhissalamın şəhadətindən sonra İslam dünyası böyük bir sarsıntı keçirirdi. Kufə əhli dərhal Həzrəti Həsən radiyallahu anhunun ətrafında toplanaraq ona beyət etdi. Beləliklə o, İslamın 5-ci xəlifəsi seçildi. Lakin onun 6 aylıq qısa xilafət dövrü tarixin ən mürəkkəb siyasi və hərbi böhranları ilə müşayiət olunurdu. Bir tərəfdə daxili ixtilaflardan yorulmuş bir ordu, digər tərəfdə isə Şam valisi Muaviyyənin rəhbərlik etdiyi böyük bir qüvvə vardı. Həzrəti Həsən radiyallahu anhu hərbi baxımdan mübarizə apara biləcək gücdə olsa da, onun qəlbi başqa bir şey üçün döyünürdü: müsəlman qanı tökülməsin. O, yaxşı bilirdi ki, baş verəcək böyük bir müharibə minlərlə insanın ölümünə və ümmətin parçalanmasına səbəb olacaq. Bu gərgin məqamda o, İslam tarixində misli görünməmiş bir addım atdı. Hakimiyyətdən, taxt tacdan və xəlifəlikdən gönüllü surətdə vaz keçərək müəyyən şərtlər altında Muaviyyə ilə sülh müqaviləsi bağladı. Bu sülh sadə bir geri çəkilmə deyil, böyük bir uzaq görünürlük idi. İslam tarixinə bu dövr Amül Cəma, yəni birlik ili kimi düşdü. Çünki Həzrəti Həsənin bu fədakarlığı sayəsində iki müsəlman ordusu arasındakı qanlı qarşılaşma dayandı və ümmət yenidən bir bayraq altında birləşdi. Bu hadisə ilə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin illər öncə minbərdən verdiyi o müqəddəs müjdə gerçəkləşdi. "Mənim bu oğlum Seyyiddir və ümid edirəm ki, Allah onun vasitəsilə müsəlmanların iki böyük qrupunu barışdıracaq." Sülhün əsas səbəbləri Həzrəti Həsənin dərin mərhəməti, ümmətin vahidliyini qorumaq istəyi və İslamın daxili savaşlarla zəifləməsinin qarşısını almaq idi.
O, hakimiyyəti deyil, insan canını seçdi. Milyonlarca canı qoruyaraq tarixin ən böyük sülh memarı oldu. Səbir və təvazökarlıq, şəhadətə gedən yol. Sülh müqaviləsindən sonra Həzrəti Həsən radiyallahu anhu xilafətin mərkəzi olan Küfədən ayrılaraq doğma şəhəri Mədinəyə qayıtdı. Ömrünün qalan illərini burada elmə, ibadətə və ehtiyacı olanlara kömək etməyə həsr etdi. O sadəcə elmi ilə deyil, həm də bənzərsiz səbri və səxavəti ilə tanınırdı. Tarixi mənbələr qeyd edir ki, Həzrəti Həsən radiyallahu anhu ömrü boyu 2 dəfə bütün mal dövlətini, 3 dəfə isə malının yarısını Allah yolunda yoxsullara paylamışdı. Onun qapısına gələn heç bir möhtac əliboş qayıtmazdı. Onun ən böyük xüsusiyyətlərindən biri həlim, yəni səbirli və təmkinli olması idi. Ona qarşı edilən təhqirlərə və çətinliklərə sükutla, nəzakətlə cavab verərdi. Lakin onun bu sakit və xeyirxah həyatı bəzi siyasi dairələri hələ də narahat edirdi. Hicrətin 50-ci ilində, miladi 670-də o xaincəsinə hazırlanan bir sui-qəsdin hədəfi oldu. Tarixi rəvayətlərə görə Şam valisi Muaviyyənin oğlu Yezidlə evlənəcəyi və böyük sərvət alacağı vədi ilə aldadılan zövcəsi Ciddə binti Əşəs imamı özü doğma evində zəhərlədi. Bu ağır xəyanət nəticəsində Allah Rəsulu Reyhanı şiddətli şəkildə xəstələndi. Onun son arzusu babası Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yanında dəfn olmaq idi. Lakin yaranan maneələr səbəbilə fitnəyə yol verməmək üçün Mədinədəki Bəqi qəbirstanlığında torpağa tapşırıldı. Həzrəti Həsən radiyallahu anhu bizə sadəcə tarixi şəxsiyyət kimi deyil, bir əxlaq məktəbi kimi miras qaldı. Onun həyatı sübut etdi ki, əsl qəhrəmanlıq qan tökmək deyil, qanı dayandırmaqdır. O, şəhadəti ilə cənnət gənclərinin seyyidi məqamına ucaldı, qoyduğu sülh mirası ilə isə İslamın birliyini tarixin yaddaşına həkk etdi. Videonu bəyənməyi, rəylərdə fikirlərinizi bölüşməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.